ABŞ-da evsiz bir insan yerdə $10.000 çek tapdı. Evsiz şəxs tapdığı çeki sahibinə qaytarmaq qərarına gəlir. Çekdə telefon nömrəsi var idi və o bu nömrəyə zəng vurdu. Çek ABŞ-da bir neçə əmlak şirkətinin sahibi uğurlu bir iş qadınına aid imiş. Evsiz adam ona çekini tapdığını və gəlib ala biləcəyini dedi. Görüşüb tanış olandan sonra xanım çeki tapanın evsiz olduğunu öyrənir. Bu şəxsin nəzakət davranışlarından təsirlənib və onu qiymətləndirmək istəyir. Ona bir ev alıb daha sonra da əmlak kursuna yazdırdı. Kursdan məzun olduqdan sonra isə onu şirkətlərin birində işə qəbul etdi. İndi o evsiz şəxs şirkət meneceridir. Dürüstlüğün gücünə inanın. Ümid edirəm belə gözəl insanlar sizin də qarşınıza çıxar.